Deyir, eyni məzmundur. Amma birində istəmə sözü var, birində yoxdur. Hansını qəbul edək? Hərəkələrin fərqləri çox böyük təsiri var. Həm cümlənin quruluşunda, həm mənasında təsiri var. Məsələn, əlavə hərflər var. Əlavə hərflərin yazılmaqlığı. Əlavə hərf məna deməkdir. Ora əlavə hərf düşsə, başqa məna olacaq. Düşür, başqa məna verir. Baxır nüsxəsinə, başqa kitaba da doğrusu, başqasıdır, başqa cür yazılır. Onda məsələn bu əlif yoxdur. Məsələn, deyək, bu həmzə yoxdur. Amma burada var. İndi hansıdır? Təşdid. Nə bilim, hər hansı bir əvəzliyin yerin dəyişilməliyi çox böyük təsiri var. Məsələn, bir misal verirəm. Bizdə adam adı var Şükür. Şimdi sizdə mən də tanıdığım var, tələbəm var. Adı Şükürdür. Mənə yazır ki, salam müəllim, necəsiz? Deyəm ki, salam, şükür, nöqtə, sən, sual işarəsi. Nə anlayır? Yəni ki, müəllim səndən keyfi soruşur. Şükür. İndi mən o nöqtəni silsəm, şükür sən, bir yerdə olsa nə mən olacaq? Yazam salam, şükür sən, sual işarəsi. Yəni mən danışım adam şükür, həmin adam sənsən. Mən danışan şükürdür. Bir dənə nöqtə, kəlmə iki hissəyə böldü, iki məna oldu. Şükür, nöqtə, sən necəsən yəni? Amma nöqtə ləğv etsə, şükür sən bir yerdə olsa nə olacaq? Yəni mənim danışmaq istədiyim şəxs həmin insandır, düz gəlmişəm. Və ya Həsən adı, Həsən. Həsən adı gözəl deməkdir. Adam adı. Nöqtə, sən, sual işarəsi. Yəni burada artıq sual soruşulur. İndi bax, bu tipli mən misal vururam, yaxşı misal vururam. Bunlar kimisə ölçün, qeydləsin, mən belə bu misal vururam. Bu gəlir zehnimə. Mümkünsə başqa misal gəlsin zehnimə. Özünüz bunları qeydləyin. Buna kifayətlənmin əzizlər. Özünüzdə əlavəli faktlar olsun. Sən başqa misal vur. Başqa misal. Olsun sənin ixtiran. Ancaq o nə deyib, mən də onu diyor. Düzdür. Ustadlarımızdan sözü deyirik. Amma özündən də bir şeydir. Diqqətlə baxsa bir hər hansı mənzərəyə olan hadisə, orada məna var. Şimdi mən bəzi danışıram, gördüklərimdən, nəticə nə alınır da, ola mənim işim yoxdur, demirəm onların. Daha təkrar deməyim. Deyib, bəzi hallara biz görürük ki, məsələn, məsumlar elə cümlə deyirlər ki, biz onu anlamırıq. İmam Peyğəmbər. Məsələn, Əli Əslam gəlir, durduğu halda bir dənə çıxış edir, xütbə. Bir dənə çıxış edir. O çıxışda əlif hərfi yoxdur. Var da, görmürsünüz. Əli Əslam bir dənə çıxış edir, orada nöqtə yoxdur. Nöqtəli hərf yoxdur. Bir var mə deyərlər, sə deyərlər, bir dənə çıxış hazırda, orada nöqtəli hərf olmasın. Biz ona hazırlaşarıq. Günlərlə, saatlarla. O da alınır, alamaz, hələ bilinmir. Necə? Orada nöqtəli hərf. Mən baxdırım, nöqtəli. Nöqtəli orada ö var, i var, nöqtəsi var. Hərf olmasın, ə hərf olmasın. Bir dənə çıxış, kəlmə yox ha, çıxış eləyəcəksən. Bir dənə cümlə də deyir, yox, cümlə yox, çıxış eləyəcəksən. Yəni ki, danış 5-10 dəqiqə. Bizə vaxt lazımdır, hələ o da ki alınsa. Bu adam əlləsəm gələk bir söz deyir, nöqtəsiz hərf, deyər çıxış edir, əlifsiz hərf. Deyib, bunlar bu elm alışdır. Bunlar elmi lədunnidir. Lədunni var kəlam elmində. Yəni ki, içdə olan, əvvəldən olan, doğulandan bu insanlarda elm var. Bizdə kəsbidir. Kəsbi nədir? Qazanma yolu ilə bizdə olur. Bizim elmimiz sonradandır və müvəqqətidir. Yaxşı. İmam Peyğəmbərin elmi əvvəldəndir, axıra qədər də var. Yəni, məsələn, bizim deyək, qocalığımız səbəbinə, yaddaşsızlıq səbəbinə, hər hansı bir hadisənə yaddan çıxa bilər elmimiz. Mümkün insan yaşayır, amma yaddan çıxıb hər hansı məsələ. Qocalıb artıq, sayılır məsələn. Amma bu olmaz İmam Peyğəmbərlərdə. Nə qədər ki, sağdırlar ki, bəyadım axıra qədər, məqsəd o, insan dünyasının dəyişən vaxta qədər. Ki, bu adam gəlsin, yaddan çıxarsın, deyir, yox, bu adi insanlar olur. İmam Peyğəmbər gəlsin, yaşayırlar, amma suala cavab verə bilmirlər və yaxud da
hər hansı məsələ danışa bilmirlərsə, bu böyük qüsurdur. Qüsur varsa, onun missiyasında da qüsur olacaq. Peyğəmbər sual soruşurlar və imamlar deyir ki, məsələn, bilmirəm, yadından çıxıb. Bəs bu kim biləcək? Və ya imam deyir ki, mən dünən bir söz demişdim. Bugün bildim ki, mən səhv demişəm. O elə deyilmiş. O məndə ola bilər. Mən sən səhv eləyəsən. Və yaxud da imamın deyirlər ki, filan sonra həm də imam cavab verir də. Mən deyirəm ki, bilmirəm, baxaram deyərəm. Həm baxaram deyirəm. Həm deyirəm, dünən demişdim, səhv olub, cavabı budur. Bu deyirəm. Həm də deyirəm ki, bilmirəm ümumiyyətlə. Soruşaram deyərəm. Bunların heç biri imam Peyğəmbərdə olmur. Deyir, biz gələ elə bir şəxsiyyətlərin o ağır cümlələrini biz necə anlayaq? Təsəvvürlə, həkim sənə resept deyir, dur baxsan özünə ki, nə danışır bu? Qəssabla qəssabın dili var, mollanın dili var, həkimlə həkimin dili var. O imam Peyğəmbərlər hədislərini deyəndən sonra onu bizə izah eləyərmişlər.